Herkese salam dostlar. Allah beləsin kamera. Rəzillik. Vəziyyət çox pisdir. Biraz da olsa YouTube'da qalxmaq istəyirəm. Bu qədər də olsa. Nəysə bu videonu xatirə kimi çəkirəm. Bu dəqiqə 2022-ci ilin yanvar ayının 10-udur, bəli. Ah be. Bu videoda 2026-cı ilin fevral ayının 14-ünde atsam, sevgililer gününe ait. Atarım bence. Bilmem onda sevgilim olar yoksa yok ama yine de onda atsam. Öyle beynim söndürdürəm ya. Qəfləti beynimə düşdü. Ah, YouTube'da qalxmaq istəyirəm. Heç bir şey yok. Vəziyyətim pisdir. Görürsən bu dəqiqə 500 abunəm var. Görürsən 5 də bu videonu elə belə atsam, yəni 5-6 baxış gələcək. 5 də bu video atsam çox baxış gələcək. Nə bilim, bu dəqiqə mənim üçün adi 1000 izlənmə belə mənim üçün çox dəyərlidir. Ailəmdən, yaxınlarımdan heç kim məni dəstəkləmir. Nə yaxınlarım mənə dəstəkdir, nə də ki ailəm, nə də ki mənə yaxın olan biri var. Tək başınayam. Hər şeyi tək görürəm. İzlənmələrim 50, 100, 200 arası. Yəni bu da təbii ki mənə qane eləmir. Amma həmişə videolarımda xoşbəxt görməyə çalışıram. Ah be YouTube, kameranı da görürsün onsuz da. Birazcık kömək ol mənə YouTube. Ay. Bu videonu paylaşanda bilmirəm. Saçımı da təzə kəstirmişəm. Daha doğrusu atam var, deyir ki çox saç sən olmaz. Yaraşmır, amma məncə mənə uzun saç yaraşır. Nə bilim, bəlkə gələcəkdə daha fərqli olar. Qabaqda mənə çox əngəllər gözləyir. Əngəl deyəndə ki, YouTube'da qarşıma alacaq şeylər. Birinci oxumaqdır, çünki mən bu dəqiqə meylimi YouTube'a vermişəm. İkinci isə əskərlikdir. Əskərlik YouTube'da biraz geri qalmağıma gətirib çıxar. Bəlkə də etməzsə gedənə qədər YouTube'u siləcəm. Amma inanmıram ki vaz keçim, çünki YouTube mənim həyatımdır. Axıra qədər gedəcəm bu YouTube'da. İstər 1000 abunəm olsun, istəyir 500 abunəm olsun, istəyir 500 min abunəm olsun. Fərqi yoxdur. Bəlkə də 2026-cı ildə mənim 10 min. Hətta bunu da deyim ki 10 mində demişdim desən zapı yandıracam, bəli. Zapı yandıracam. 10 min. Bilməyəm az. Bəlkə daha çox şey olar. Nəysə qısaca bir şey deyim ki, inşallah qalxaram. Bu videoda daha çox inkişaf edərəm. Nə danışıram, nə? Bu videoda daha çox inkişaf edərəm. Ay. Nə bilim. Məqsədimi ancaq YouTube'a yönəldəcəm. Başqa bir şey mənə, heç bir şey mənə maraqlandırmır. İnkişaf edəcəm. İnkişaf. Azərbaycanda bilirsiniz bu çətindir, amma bacaracam. Ən böyük arzum da 100 minlik bulot nədir? 100 minlik butonu əlimə götürməkdir. Və milyon, 10 milyon, 100 milyon nə də? Bilirsən olsa 1000 abunə olsa deyim sənə də hələ pul qazanmanı aktiv eləməmişəm. Qaldı ki hələ nəysə YouTube. İnşallah 2026-cı ildə görüşərik. 2026-cı ildə abunə olub like atarsınız və İnşallah ki qalxaram, mən orada yorum yazarsın. 2022-ci ildə hələ. Allah bəlasın. Neçə il var? 4 il var hələ. 4 ildən sonra görüşərik. Sağ olun.